Çox sevindiricidir ki, bu gün ölkəmizdə ana dilimizin əhəmiyyəti çoxlu insanlara aydınlaşıbdır və onu daha artıq qorumaq üçün və təzə nəslə intiqal vermək üçün əhəmiyyət verilir. Bu əsasda istəyirik vətəndaşlarımızla bu mövzuya görə bir danışığımız olsun. Bizimlə yol bir olun. Ana dilini danırlar, ondan utanırlar. Uşaqlar ana dillə cəhb öyrən. Uşaqlara nəzərimə gəlir ki, hər zatdan vacib, hətta onlardan da vacib ana dilidir. Özümüzə, öz dilimizə görə kitabımız olar. Necə ki, məsələn, İngilisi vardı, ərəbi vardı. Onun kənarında mühümtərin fikirəm öz ana dilimizdir ki, uşaqlarımız əvvəl ana dili ilə öyrəşələr. Biz eləyə bilirik ki, Behdərin qozinə vurur ki, qədim hekayətlərimizi, nəğillərimizi uşaqlara bir yadavar eləyək. Behdərin qozinə mən bunu bilirəm. Dastanlar həttəmən gəl uşaqlara deyilə. عرضم به حضور که من خودم اصالتا ترکم ولی چون کرج به دنیا اومدم اولش فارسی بهم یاد دادن. بعد که برگشتیم تبریز من مجبور شدم دوباره از اول ترکی یاد بگیرم. خب و سخت بود واقعا. سر همین اول ترکی یاد بدیم به بچه‌هاتون اگه مثلا ترک زبون هستید خودتون. بعدا فارسی رو توی مدرسه خودش به مرور یاد میگیره. واقعا زبان راحت تریه. خب bu nə mən ana dili günüdür. Onlar cəhbəstər sözü olur. Əvvəl xanivadədən bu təşkil tapır. Bəzi xanivadələrdə göz به خاطر bu ki mədrəsə müşülə yeməsin çox ayrı dillər öyrədilir. O da vacibdir. Vəli üçün bizim öz dilimiz ana dilimiz türküdür. Gərək uşaqlar evdə əvvəl o dili ana dilin öyrədələr, sonra gedələr o birisi dillərinə. Video viral olmuşdu az tərəfi məqam müəzzəm rəhbərinin sayti ki bir şəhid balasına deyirdi ki uşağınızı evinizdə türkü danışdırın, bunlar farsını mədrəsədə öyrədərlər. Öz oğladıma əvvəldə zəbanı türkü ilə gəlmişəm qabağa ki əvvəl zəbanı türkü madərisin öyrəşsin, sonra o birisi dillər. ادبیات ترکی بسیار غنیده، فوق‌العاده غنیده، منتها به شرط اینکه سواد لازم bizdə ola. این ظلمو نکنید به بچه‌هاتون که اول بهش فارسی یاد بدید چون تاش فاجعه است معمولا. تاش مثلا ترکی هم با لهجه یاد میگیره، فارسی هم با لهجه حرف میزنه، اصلا یه چیز خوبی از آب در نمیاد به نظر من. آره. Bizim ata-babalarımız bu dili bizə yadigar qoyublar və behtərdir ki, biz kültürümüzlə o qədimi danışmaqlar, zərbül məsələlər onların kənarında biz eləyə bilərik ki, uşaqlarımıza bunları intiqal verək. Müəllimlər eləyə bilər klassda məsələn bunları nəğillərdən, türkü nəğillərimiz vardı. Çoxlu ki, indi dəhi 80-90 əslən heç guna bilmirlər bunları.